Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Sizə bugün 2 dənə xəbər vermək istəyirəm. Qeydiyyatla bağlı, yəni evə qeydiyyatla bağlı, eyni zamanda mənzil növbələrlə bağlı. Qeydiyyatla bağlı onu xəbər vermək istəyirəm ki, hansı halda sizin xəbəriniz olmadan evdən payı və təzminat almağı itirə bilərsiniz. Əgər maraqlıdırsa sona qədər izləyin. Eyni zamanda mənzil növbəsindən bağlı bir şərt xəbərim olacaq. Onu sona qədər izləyin ki, hər şey aydın olsun. Əvvəlcədən onu qeyd edin ki, hüquqi yardım almaq üçün videonun izahı yerində qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz. YouTube kanalında eyni zamanda həmin telefon nömrənin, kart nömrəm YouTube kanalının şərh bölməsində istənilən videonun üzərində qeyd olunub. Eyni zamanda hüquqi məsləhət almaqla yanaşı mənim hazırladığım dünyanın 40 tanınmış əlilləri haqqında bir hüquqşünas kimi hazırladığım, eyni zamanda əl təşkilatı rəhbəri kimi hazırladığım və bir on şəxs kimi hazırladığım araşdırmanın əsasında kitabı 20 manata əldə edə bilərsiniz. Həmin telefon nömrələrini. Bundan əlavə imkan daxilində hamınızdan xahiş edirəm ki, videonu bəyənin, kanala abunə olun ki, daha çox şəxs mənim verdiyim məsləhətlərdən xəbəri olsun. Eyni zamanda kanala iyanə də edə bilərsiniz. Həmin kart nömrəsinə, telefon nömrəsinə. Amma birinci növbədə xahiş edirəm ki, videonu bəyənin ki və abunə olun ki, YouTube kanalı qabağa geçsin. YouTube qaydalarına görə əgər abunə sayı artdıqca YouTube da mənə daha çox pul ödəməlidir. Ona görə dəstək olaraq. Dediyim kimi, kiminsə nəyəsə imkanı satılırsa iyanə edə bilər, yardım da edə bilər. Biraz aktiv olaraq videonu paylaşaq və imkanı olan şəxslərin xəbəri olsun və dəstək olsunlar. Və belənin keçək mövzuya, qeydiyyatla bağlı. Birinci onu qeyd edin ki, hörmətli izləyicilər, bilirsiniz ki, qeydiyyatı olan şəxslər yaşadığı evdən çıxardığı zaman və ya qeydiyyatdan çıxardığı zaman təzminat ödənməlidir. Məhkəməyə bu hazırda həmin təzminatı 3 il müddəti, kirayə müddəti ilə hesab edir. Yəni 3 il kirayə müddətinin pulu nə qədərsə o qədər hesab edir. Məsəl üçün 400 manatsa 436-ya 14.400 manat ödəməlisə, yəni şəxsə. Amma problem yaranır insanlarda. O problemlə bağlı indi qeyd edəcəyəm. Videonu sona qədər izləyin, hörmətli izləyici, zəhmət olmasa. Bir də görürsünüz ki, insan müəyyən səbəblərdən işlə əlaqədar və ya boşanmanla əlaqədar yaşadığı evdən köçür gedir başqa yerə. Yeni gəlmiş ev sahibi də və yaxud köhnə ev sahibi də bunu istifadə edərək həmin qeydiyyatda olan şəxsi, yəni qeydiyyatdan çıxararaq xəbəri olmadan qeydiyyatdan çıxardır, onun evdən pay almaq hüququndan məhrum edir, eyni zamanda vərəsəyi hüququndan məhrum edir. Baxın, görün, birinci vərəsəyini danışıram. Vərəsəyə görə bütün payları vərəsəyə arasında bərabər bölünür. Amma vəsiyyətnamə almış şəxs daha çox hissəsini götürür. Tutaq ki, 4 nəfər vərəsə varsa, 5 nəfər vərəsə varsa, bir vəsiyyətnamə əsasında pay götürür. Digər vərəsə artıq onlara çatan belə deyəkdə həmin 20% yox, ümumi əmlakin 20%-ni 4-cü yerə bölünməsinə nail olur. Yəni 5% ödəniş olunur. Bundan da yəni vəsiyyətnamə götürən şəxs həmin şəxsə qeydiyyatdan çıxardaraq bir müddət keçdikdən sonra həmin pulu və yaxud yaşayış sahəsini təmin etmədən vətəndaşları qeydiyyatdan çıxardır. Və beləliklə vəsait payı da itir, təzminat alma hüququ da itir. Nəzərə alın. Və bir hallar olmasın deyə siz əvvəlcədən əgər düşünürsünüz ki, sizə oradan pay və ya pul satmalıdırsa, mütləq qaydada məhkəməyə müraciət edin. Evin üzərinə həbs qoyduğun ki, sata bilməsinlər sizsiz. Mütləq qaydada əgər orada yaşamışsınızsa müəyyən səbəblərdən ola bilər. Ola bilsin ki, ev gəlsi sizə buraxmasın və yaxud maneçi törətsin. O halda mütləq qaydada evin üzərinə həbs qoydurmaq lazımdır. Hörmətli izləyicilər, nəzərə alın. Əsas məsələdən biridir. Məndə dəfələrlə olub. Yoldaşı həbsxanada olub, ərin həbsxanada olub, arvad evi satıb xəbər olmadan və yaxud digər vərəsə xəbər olmadan bacı qardaş evi satıb. Nəzərə alın, belə havalar çox olur. Ona görə deyən, həbs qoydum, hörmətli izləyicilər. Və beləni keçək digər mövzuya.
Mənzil növbəsindən bağlı. Mənzil növbəsinə keçməzdən əvvəl bir məsələni qeyd edim, nəqli yadındadır. Əgər sizin həmin evdən qeydiyyata çıxarsa, sizin pasportunuz blok olacaq. Nə bayna kart aça biləcəksiniz, nə işə düzələ biləcəksiniz, heç nə edə bilməyəcəksiniz. Ona görə o məsələdə biraz diqqətli olun ki, sizin xəbəriniz olsun, sizin haçan qeydiyyatdan çıxarsa əgər. Ümumiyyətlə belə bir hava baş verməsin deyə mənzilin üzərinə həbs qoydum, evin üzərinə həbs qoydum. Və belə qeyd edin ki, mənzil növbəsinə aya qədər dövlət güzəştli şərtlərlə imtiyazlı şəxslərə evlə təmin etmək planlaşdırıb. Yəni ki, bu kim aiddir, o kimdən aiddir onu qeyd edim. Şahid ailələri, Qarabağ evləri, Çernobıl evləri və digər imtiyazlı kateqoriyadan olan şəxslər. Dövlət qərarı gəlib ki, 2000 proqram əsasında 2030-cu ilə qədər vətəndaşların mənzil növbəsini təmin edəcək. Bundan da qeyd edim ki, əgər sizin sənədsiz eviniz varsa, yeni qanun verici əsasən bələdiyyə artıq hərvacı qoyub, həmin evi sizə verə bilər qiymətləndirmə əsasında. Yəni siz mənzil növbəsinə imtina edərək həmin evi ala bilərsiniz. Öz adınıza. Heç bir problem yoxdur. Nəzərə alın, hörmətli izləyicilər. Dediyim kimi, 2030-cu ilə qədər mənə təhsil sual verildi. Nə vaxt bizə ev verəcək? 2030-cu ilə qədər imtiyazlı olan şəxslər verəcək. Nəzərə alın. Və sonunda onu qeyd edin ki, mənim 1400-dən artıq videom var şartla bir yerdə. Orada sosial yardım, vəsailik, əmlak bölgüsü, vətəndaşlığın alınması, yaşayış icazəsinin alınması, qeydiyyat və digər məsələlərlə bağlı hüquqi məsləhətlərim var. İzləyə bilərsiniz. Və bundan sonra da izləmək üçün videoya abunə olun, YouTube kanalına abunə olun, yəni hörmətli izləyicilər. Digər videolardan xəbəriniz olsun. Vacib bir məsələdən biridir. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquqi məsləhətin verilməsi 10 manatdır. Bundan əlavə ərizələrdə yazıb, e-mail, WhatsApp ünvanına göndərirəm. Onun qiyməti başqadır tamamilə. Nəzərə alın, hörmətli izləyicilər. Vacib bir məsələdən biridir. Artıq insanlar evdən çıxmadan da hüquqlarını müdafiə edə bilərlər. Öyrənin, araşdırın, hüquqlarınızı bilin, aldatmasınlar. Və ona görə belə qeyd edin ki, vətəndaşlar xəbəri olmadan mülkiyyət sahibi inzibati məhkəməyə müraciət edərək qeydiyyatdan çıxarır. Artıq belə hallar artıb. Bilirsiniz ki, son zamanlar polis idarəsində qeydiyyata düşmək artıq yığışdırıb inzibati binaya. Yəni yoxdur. Ona görə biraz ehtiyatlı olun, hörmətli izləyicilər. Diqqətinizi görə çox sağ olun, abunə olmağı unutmayın. Sağ olun.